Salamlayıram sizləri. Aşıq sənəti bildiyiniz kimi sinkretik sənətdir. Sinkretik sənət yəni o deməkdir ki, bir neçə janrları özündə birləşdirir. Aşıq sənətinin bir missiyası musiqi tərəfini təqdim etməkdirsə, digər bir missiyası adət-ənənələri, böyüyə kiçiyə olan ədəb ərkanı və doğru nəsiyyəti, ibrətamiz fikirləri çatdırmaqdır. Bu mənada mən bunun ibrətamiz bir fikirləri çatdırmaq istiqamətinə sizləri yönəldəcəm. Öz çıxışımda çalışacağım ki, o istiqaməti biraz təqdim edeyim. Bəzən o kəskin məqamlarda yumoristik fikirlərlə aşıqlar öz fikirlərini çatdırır. Bu mənada başlayaq. Bir professor ağır iş günündən sonra deyir, gedim bir dənizdə istirahət edeyim, gəzim. Gəlir, görür, qolu zorlu bir idmançı, lotkada oturub. Deyir ki, oğlum, məni gəzdirərsənmi dənizdə? Deyir, əlbəttə elə, mənim işim odur. Professor oturur lotkaya, avar çəkə-çəkə. Bu idmançı oğlan başlayır bunu dənizin ortalarına doğru aparmağa. Professor təbii ki, indi elm adamıdır, bunun mövzusu elmdir. Başlayır, oğlum, ədəbiyyat bilgin necədir? Deyir, dayı, mən savadsızın biriyəm. Deyir, ömrümün 10% heç. Biraz gedir, bəs riyaziyyat bilgin necə? Deyir, dayı, dedim də, mən idmançıyam, savadsızam. Deyir, ömrümün 20% heç. Bu minvalla fənləri saya-saya gəlir, 90-a çatır, ömrünün 90% heç. Bu nə Allaha xoş gəlir, nə həmin o avar çəkən idmançı oğlana. Bir tufan qalxır, ləpə gəlir. Deyir, professor, üzməyi bacarırsınızmı? Deyir, yox, deyir, ömrünün 100% heç. Ona görə Həzrət Əli buyurur ki, indi ki başçısan, başçı deyilsən. Başçı qabağında baş aparmasan, nə ağla arxalan, nə hüsnə günən, ağlı da hüsnü də verərsən əldən. Saxla bu sözləri, saxla yadında, düşəri düşməzi var savadında. Savadda olmaq gözəl şeydir, ancaq onu yerində istifadə etmək lazımdır. Aşıqlar şeir yazanda onun bir mənbəyi olur. Bizim tanınmış, Allah rəhmət eləsin, ictimai xadim, xalqımız üçün çox böyük işlər görən bir dəfə efirdə çıxış elədi ki, cavan qızlarımız, oğlanlarımız mütləq təhsil almalıdır, karyera qurmamış evlənməməlidir. Mənim buna etirazım oldu ki, bu ham üçün deyil axı. Siz tanınmış adamsınız, sevilən şəxsiyyətsiz. Nəysə, zəng elədim, ora düşdüm, amma dedilər, xahiş edirik. Dedilər ki, o sualı orada verməyin. Sonra elə oldu ki, onun adını çəkmirəm, çünki rəhmətə getdi. Mənə dedi ki, Neymət, sən demə, həyatda ən birinci vacib həlin olunacaq məsələ ailə qurmaq imiş. Mən biraz deyəsən orada səhvə yol vermişəm. Gecələr gözümə yuxu gəlmir. Və bizim kafedranın gözəl bir ənənəsi var. Keçən dəfə Altay müəllim, Hafiz müəllim öz şeirlərindən dedi. Gəldim evə, düşündüm ki, görün mən də bir özümü sınayım, bəlkə bir şeir yaza bildim. Həmin şeiri indi sizlərə təqdim eləyəcəm Fəxri havası üstündə. Bu havanın qədimi adı Turacı havasıdır. Sonradan Kəmandar Əfəndiyev tərəfindən fəxri kimi təqdim olunub. Sazın orta pərdə kökündə ifa olunur, gəraylı şeir şəklindən istifadə olunur. Yuxum qaçıb oyanmışam, bəxtim yatıb dayanmışam. Gül çiçəyə boyanmışam xatirələr qucağında.
Ömrü günü bada verdim, şan şöhrətə ada verdim. Ürəyimi yada verdim, xatirələr qucağımda. Həyatda çox vara çatdım, tək yaşadım, tək yaratdım. Xəyal qurub sana atdım, xatirələr qucağımda. Naydi həbəsdin oy, neymət bəsdir. De həvəsidir, neymət bəsidir. Qalma qaldı, bəhsə bəsidir. Ay aman aman, ay aman aman, dərdin alır. Kimin astın ey, kimi kəsidir. Ay kimin asıdır, kim kəsidir. Xatirələr oy qucağında. Ay la balam oy, dərdin alım oy, dərdin alım. De həbəsdir, nemət bəsdir. Qalma qaldı, bəhsə bəsdir. Kimi astı, kimi kəsdi, xatirələr qucağında.